Allah Müteala buyurur ki, möminlərin sifətlərindən danışır ki, "Əlləzinə yu'minuna bil-geyb." Möminin ən mühüm şərti budur ki, qeybə inansın. Nə deməkdir bu? Qeybə inansının mənası budur ki, iman varsa qeybə inanır. Əgər iman yoxdursa, insanlar heç vaxt iman yoxsa qeybə inanmayacaq. Qeyb yəni mücərrəd aləm. Qeyb yəni pərdənin o tərəfi. Hər kəs əgər pərdənin o tərəfinə, yəni mücərrəd aləmə inamı varsa, Allahın buyurduğu kimi onun deməli qəlbinin sayəsindədir. Əgər qəlbi işləmirsə, qəlbi yoxdursa, heç vaxt o tərəfi iman gətirər. Hərdən mən dərslərdə bəzi məsələləri deyirəm dostlara, deyirəm ki, bəzi ateistlər var ki, onlar iki cür ateist var da, bir zehni ateistdir, əslində qəlbi yaxşı deyil, hansısa bir şəraitə düşüb özünü ateist kimi elə. Bir də var ki, doğrudan da qəlbi möhürlənib, kafirdir falan. O kəslərin məsələn bəzi gülməkləri olur. Qurana, iman əhlinə, siz Allahı qəbul eləmisiniz, axirət filan. Mən bəzən tələbələrə deyirəm ki, biz bunu qınamamalıyıq. Çünki o doğrudan da başa düşmür. Yəni belə deyil ki, o bizim üçün qəribə gəlir. İnsan necə Allahı qiyaməti, amma o Allahın dediyinə əsasən, əgər qəlb ölübsə, həqiqi kafirdirsə, vəssalam, onun dedikləri düz sözlərdir. Ona görə də böyük bir nemətdir qəlbin özünün varlığı. Yəni hər kəs ki, ümumiyyətlə dinə inanırsa, Qurana falan inanırsa, bu onun göstəricisidir ki, onun qəlbi işləyir. Onun imanı var, qəlb işləyir. Qəlbin işləməsinin əlamətidir.